vurdular. Necə oldu o şey? Onu Mossad vurmadı ki. Başqa ölkə vurdu. Boş çıxdı da. Yo, boş çıxmadı. Çöktü nüvə silahının şeyi bir müddətdə ziyan verir. Nətə yəni boş çıxdı? Qulaq as. Nüvə silahı vursan, nüvə silahı O vursan. məlumatı var. Mənim özümdə də var. Sözümü kəsmə də. İzah verirəm. Buyur. Nüvə obyektin vurmaq, bilirsən nə deməkdir? Bilirəm, əlbəttə ki bilirəm. Sən bilirsən ki, atmosferə nələr yayıla bilər nüvə obyekti vurular? Əlbəttə ki bilirəm. Niyə atmosferdə heç nə yox idi? Nüvə silahını vurmadılar, ay Vüsal. Mən başqa şeydən danışıram. Ona görə dedim, yəni daha sən Lap nüvə obyekti olsun. Burada nüvə var. Havaya vurmaq nə edirsən sən? Mən sənə girib məsələn vurmaq budur ki, deyirsən ki, şeydən vurdular da, raketlə vurdular, nə bilim şeylə vurdular. Yo, mən tamam başqa şeydən, kompüterlə vurdular. Prosta sistemi nollədilər də, elə bir məhv elədilər sistemi. Ondan danışıram sənə. Elə bir şey olmuyor. Elə bir şey olmuyor. Onda yalan deyirlər də bura. Elə bir şey olmuyor. Vuran bir dənə Amerika idi. O da boş yeri vurdu. Boş idi. Nə bilim valla. Axı mən onu bilirəm ki, bir dənə flash kartla o proqrama düz İran Serovnu onu eləyir, o öz yerində, amma vurdu da. Əgər o flash kart sənə alva keçibsə, mənim əlimə keçməyib. Tutaq ki, deyirəm də. Hə, buyur. Tutaq ki, sənin Mossadın və yaxud xarici kəşfiyyatın əlinə o flash kart keçibsə, bil ki, sən o İranın tələsindasən. Misal, mən başqa şeydən danışıram. Elə bir ki, o flaşkanı qoyurlar sənin qapının ağzına, sən da açıb onu taxırsan, kompüter var. Bildim də, sən onu kompüter var taxmaqla. Səni deyirəm, məni demirəm. Mən elə işlərlə məşğul deyirəm. Mən deyə görürsən, mən elə şeylərlə məşğul deyirəm. Mən misal deyirəm. Sən alıb o flaşkanı taxırsan, kompüter var. Taxırsan onu. Məqsədi yönlü ya da məqsədin olmadan. Taxırsan, bildin bilmədən. Ya ki, məsələn, konkret məlumatı ötürürsən ya da ötürmürsən. Dəxli yoxdur. Alıb o flaşkanı taxırsan, kompüter var. Sənin kompüterin gedir kiminsə idarə etməsinə. O idarə etmədə proqram avtomatik işləyir. Avtomatik işləyən proqramda da sistemi çökərtir. Ondan danışıram. Mən də deyirəm ki, belə şeylərdən İran istifadə eləmir. O istifadə eləməyən şey mümkün deyil nüvə texnologiyasın. Manual olaraq əlinə flash kartla. Flash kartla nüvə sizdə bir şey deyil. Yox, flash kart söhbəti deyil orada. Təkcə flash kartdan danışmıram. Fikirləşdi, niyə İranın nüvə sistemi, niyə İranın nüvə proqramını dayandıra bilmir? Dayandıra bilmirdi, çoxdur ona görə. Mənim İranla alıb verəcəyim yoxdur ya. Demir, bilmədiyin şey üzərində danışırsan, bu gülməli görürsən. Yox, bildiyim şeyi danışıram da, bu şey danışdığım şey bildiyim məlumatdır, ona görə deyirəm. Düz ya da düz bilmirsən də. Yox, əgər sən dediyin kimi olsaydı, belə asan da olsaydı, sən dediyin kimi ya, bunu lap belə İllərin əməliyyatıdır o, Vüsal, o bir gün içində olan illərin əməliyyatıdır mənim sənə dediyim. Mutfilmdir də, bu dediyim mutfilmdir, belə şey mənə inandırıcı yandır. Brat, İran özü təsdiq edir, onu sənə başlayır. İsraili desən ki, tutaq ki mənə, fars dilində yaz Google'a, bax, tapacaqsan. O şeylər, o nağılları mən çox görmüşəm, biri belə deyir, o elə deyir. Mən o mutfilmlərə inanmıram. Desən ki mənə ki, İsrail filan vaxtı filan adamı vurdu, o şeyə inanaram. Onlar o şeydə bacarıqlıdırlar, kimisə vursunlar, terror eləsinlər. Şəxsiyyət terrorunda, bəli, onların bacarığı var. Bu şeylərdə onların bacarığı yoxdur. Sıfırdır. Yaxşı bir şey deyim sənə. Deyirsənə Küveyti vurur, bayaqları, nə bilim Dubayı vurur ora. O onları vurmur ki, Amerikan bazasını vurur da İran. Açıq aydın da. Sən indi özün fikirləşdə Küveytdə Amerikan bazasını vurmayıbsa nə deməkdir? Vurur da var da, raketi var da. Yox, bildim də, yəni sən o bilsən nə deməkdir, onun Küveytdə Amerika bazasını vurursa o bilsən nə deməkdir? O Azərbaycandakı vurulan hava limanı gəlməsin sənə, bu şey kimi gəlməsin. Amerikan bazası. Mən inanmıram İran məqsəd yönlü olaraq Azərbaycanı vurub. İnanmıram. Xəbərdarlıq eləyib. İnanmıram, xəbərdarlıq hələ olmur. O drone da gəlib girib ora. Ola bilər məqsəd yönlü vurub, niyyətim bilmirəm. Yaxşı, onda qoyaq bunu bu tərəfi də. Azərbaycan səfiri öldürüldü orada. Onu nə tərəf izah edirsən? Sənin fikrincə o nə idi?
Ya öldürüldü da adam. Deyirsən ki, şəxsiyyətə vurulmur. Niyə öldürüldü? İran polisi müdaxilə. Mən yenə də deyirəm, iki tərəfdən danışmıram. Yox da bir sual verirsən, bana sual verirsən, özünə cavab verirsən. Buyur, deyirəm, buyur. Niyə öldürüldü bilsən? Yox da soruşuram, sənin fikrin niyə öldürüldü? Çünki həmən o işçinin adamı qaçmışdı səfirliyə, Azərbaycan səfirliyinə. Bu da gəlmişdi səfirliyin qabağına. Demişdi ki, o mənim xanımımdır. Onu geri verin. Səfirlik də demişdi ki, yox, səfirlik toxunulmazdır, sən bura girə bilməzsən. Bu dedi, mənim xanımımdır, rəsmi xanımımdır. Mənim xanımı geri qaytarın. Qaytarmamışlar, ötürmüşlər bu xanımı Azərbaycana. O da götürmüşdü silahı, gəlmişdi demişdi. İndi sənə bir dənə söz deyim mən. Şəxsi söhbətləri, şəxsi məsələləri dövlət siyasətinə, dövlət politikasına qarışdırmaq, yəni düzgün bir şeydir o. Onu siz qatdınız da, onu qatmadı ki, o getdi, pis oldu, getdi şeylər. Neynədir? Onu Azərbaycan qatdı da. Nətər Azərbaycan? Adam dövlət adamını gəl vurdu orada. Azərbaycan səfiri, Azərbaycan ərazisidir. Azərbaycan torpağı deməkdir ora. Mən başa düşürəm səni. Yəni o adam o şeyi fikirləşmir də, bu Azərbaycan səfiridir, bu işçidir. O deyib ki, mənim arvadım qayıtdım. Yaxşı, bir saat ora niyə görə polis müdaxilə eləmir? Polis yox idi ki orada. Mən də o deyirəm də, bir saat o boyda İranda yəni polis yox idi.